Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Salyanda 43 yaşlı qadın itkin düşüb. Xəbər verilir ki, Salyan rayon sakini 1983-cü il təvəllüdlü Əhmədova Sevinç Xəlil qızı martın 20-sində yaşadığı evdən çıxarıb bir daha geri qayıtmayıb. Sevinç Əhmədovanın əlamətləri: boyu 1 metr 65 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Videoda gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə və ya Salyan rayon polis şöbəsinə 021 254 07 85 055 390 87 87 055 822 30 80 nömrələrinə məlumat vermələri xahiş olunur.